Halid İslam Studiyası təqdim edir. Kimlərdir Allah'tan uzaq düşənlər? Dünyaya bağlanıp ahiretini unutanlar, namaz kılmayanlar, Kur'an'dan gafil kalanlar, dillerini Allah'ın zikriyle ıslatmayıp nalayık sözlerle ıslatanlar, cemaattan uzak düşenler, emellerini Allah için değil başkalarının razılığı için edenler, riyakarlar. Nedir onları uzak salan sebepler? Dünyanı hadden artık çok sevmeleri, dünyaya bağlanmaları, dini elimden, dini meclislerden uzak olmaları, salih insanlardan ayrılıp pis insanlarla oturup durmaları, tembellik edip birçok hayırdan mahrum olmaları. Onlar nece geri dönebilir? Allah'a çoklu dua etmekle, Kur'an okumakla, sahih sebeplerden yapışmakla, pis insanlardan, pis meclislerden uzak olmakla. Eğer dönmeseler onları neler gözleyir? Onları dünyada ve ahirette ettikleri günahların derecesine göre sıkıntı, musibetler. Nece ki Allah Subhanahu Teala Kur'an-ı Kerim'de buyurur: وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنكًا وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى قَالَ رَبِّ لِمَ حَشَرْتَنِي أَعْمَى وَقَدْ كُنْتُ بَصِيرًا قَالَ كَذَلِكَ أَتَتْكَ آيَاتُنَا فَنَسِيتَهَا وَكَذَلِكَ الْيَوْمَ تُنْسَى. Kim beni ibadetten yüz döndürerse ona dünyada sıkıcı hayat vererek ve ahirette ise onu kör olarak haşrederek. Hemin insan soruşar: Ya Rabbi, ben ki dünyada görürdüm, niye göre beni kör haşrettin? Allah Subhanahu Teala ona böyle cevap verer: sen bizim ayetlerimizi unuttun ve elece de bugün sen unutulursan. Eğer Allah'a gayetsalar, Allah Teala buyurur: İnnellezîne qâlû rabbunallâhu thumme istaqâmû تتنزل عليهم الملائكة ألا تخافوا ولا تحزنوا وأبشروا بالجنة التي كنتم توعدون نحن أولياؤكم في الحياة الدنيا وفي الآخرة ولكم فيها ما تشتهي أنفسكم ولكم فيها ما تدعون نزلا من غفور رحيم. Şüphesiz ki Rabbimiz Allah'tır diyen, sonra sözünde düz olan keslere ölüm anında melekler nazil olup böyle diyecekler: korkmayın, kederlenmeyin, size vaat olunmuş cennete göre siz sevinin. Şüphesiz ki Rabbimiz Allah'tır diyen, sonra sözünde düz olan keslere ölüm anında melekler nazil olup böyle diyecek: korkmayın, kederlenmeyin, size vaat olunmuş cennete göre sevinin. Biz dünyada da ahirette de sizin yakınlarınızız. Orada cennette sizin için nefsinizin istediği her bir şey vardır. Bağışlayan ve rahmeden Allah'tan ruzi olarak. Bismillahirrahmanirrahim. Muhterem Müslüman kardeşler, İnşallah bugünkü danışacağımız mevzu öz günahlarına göre ve ettiği emellerine göre ibadetten uzaklaşmış, geri kalmış kimseler baresinde olacak. Ne vakit insan Allah'tan uzaklaşır ve yaxşı işler görmekten geri kalır, ne vakit insan aciz sayılır. Cevap: insan ne kadar ibadetten uzak düşerse, Allah'tan uzaklaşarsa, bu uzaklık onu hayır iş görmekten yayındırır ve aciz koyur. Bizlerden çoku bunu özünde hissedebilir. Bu hitabımı, sözlerimi hemin o kimselere yöneldirem. Ama olabilsin ki benim de, senin de ve başka çok insanların da bu uzaklıktan payları var. Allah'tan uzak olmak, uzaklık insanların hallarına göre farklanır. Birçok insanlar vardır ki hoşbaht ve rahat yaşamaktan, rükû ve secde etmeyin lezzetinden, Kur'an okuyup Kur'an'ın ayetlerini düşünmekten, çoklu zikir
ve istiğfar etmekten, huşu ile namaz kılmaktan, Allah korkusundan akıtılan gözyaşlarından, valideynlerine yaxşılıq etmekten, Allah için kardeşlik etmekten, xoşbəxt aile hayatı kurmaktan, halal yemekten ve onun lezzetini duymaqdan, tövbe etmekten ve dünyaya bağlanmayıp Allah'ın dininde sabit kalmaktan ve husnul hatimeden, yani güzel sonluktan mahrum olurlar. Ey insan, ola bilsin ki bunların hamısından aciz kalasan, ola bilsin ki çoksundan, ola bilsin ki azından. Xoşbəxt odur ki bunların hiçbirinden aciz kalmasın, bu hayırlı emelleri bir yere cem etsin. Ama böyle insanlar azdır. Eğer onlardan olmuş olsan, Allah'ın sana olan nimetini hatırla ve şükret. Nece ki Allah-u Teala Kur'an-ı Kerim'de buyurur: وَمَا آمَنَ مَعَهُ إِلَّا قَلِيلٌ. Nuh'a iman getirenler az idi. Ve başka bir ayette Allah Subhanahu Teala buyurur: وَقَلِيلٌ مِّنْ عِبَادِيَ الشَّكُورُ. Allah'a şükreden kullar azdır. Hemçini kamil şükürdendir ki insan başkalarına nasihat etsin. Nece ki Peygamber sallallahu aleyhi ve sellem buyurur: "Ad-dinu nasiha", din nasihattir. Başka bir hadiste Peygamber sallallahu aleyhi ve sellem buyurur: "Yaxşı işe delalet eden onu etmiş kimidir." Eğer nasihat etmesen, çattırmasan, demek az da olsa senin acizlikten payın var. Her bir yaxşı emel etmekten aciz kalan, Allah'tan uzak düşen kimseye lazımdır ki bu sözlere oldukça dikkat yetirsin. Benim qəsdim size karşı rahmetten ve nasiyetten başka bir şey değil. Kiməsə aciz adı vermekle onu təhqir etmek istəmirəm ve böyle bir əməldən de Allah'a sığınıram ve ben özümü acizlerin birincisi kimi hesap edirəm. Allah'tan kalplerimizdeki xəstəlikləri kaldırmasını istəyirəm. Zahiri salih bir insan kimi tanınan, dahilen birçok emellerden aciz kalan, hayır emellerden uzak düşen insanlar çoktur ki ne imanın şirinliğini tattılar, ne de hakiki itaati, müstakim olmağı, yani Allah'ın dininden möhkem yapışmağı. Allah'ın dininden möhkem yapışmak için tek zahir kifayet etmir. Kalbi temizlemek ve salih emeller işlemek lazımdır. Hemçini şan şöhret, mal devlet sahipleri, tacirler, mühendisler, hekimler, siz bu derecelere çatmak için eziyet çektiniz ve istediğinize nail oldunuz ve şek yoktur ki sizin bu hayatta rolunuz büyüktür. Ama sizin kalp rahatlığından Allah ile sizin aranızda olan hakiki alakeden payınız nedir? Payınız nedir? İmanın şirinliğinden, lezzetinden, rükû secde etmekten. Eğer cevap yok olarsa size ancak bunlardan aciz olmak, uzak düşmek kalır. Kulak asın ey Allah'ın bendeleri. Allah sizleri bütün hayır işler üzerinde müvaffak etsin. Eğer ibadetten aciz kalmak, uzaklaşmak bazı çalışanların, salihlerin halıdırsa, onda Allah'tan gafil kalanların halı nece olar? İnsanlardan eleleri vardır ki hem dünyalarını hem de ahiretlerini kazanırlar. Eleleri vardır ki dünyalarını kazanıp ahiretlerini itirirler. Eleleri de vardır ki hem dünyalarını hem de ahiretlerini itirirler. Ve hakiki Allah'tan uzak düşenler de bunlardır. İnşallah bu kitabımı öz günahlarına göre Allah'tan uzak düşen kimselere yöneldeceğim. O kimseler ki iman nimetinden, onun lezzetini duymaktan, Allah korkusundan akıtılan gözyaşlarından, namaz kılmaktan, Kur'an okuyup onun ayetlerini düşünmekten, Allah için kardeşlik etmekten, halal yemekten, hayatın, ömrün bereketinden, kalp rahatlığından, sakitliğinden, valideynlere yaxşılıq etmekten ve bunların hamısını cem ederek hidayet yolunda sabit kalmaktan uzaklaşan kimselere ve o kimselere ki onların kalpleri sıkıntı ve zulmet örtmüştür, zahirde rahat yaşayıp dünya nimetlerine garg olsalar bile ve o kimselere ki onlar imanlarını itirdiler, iman nimetinden məhrum qaldılar, aslında onlar
her şeylerini yitirdiler. Vazife, şan, şöhret kazansalar bile, bütün dünyaya sahip olsalar bile, Allah Teala Kur'an-ı Kerim'de buyurur. Ya eyyühen nâsu inne va'dallahi hakka felâ tegurrannekumul hayâtu'd-dünya ve lâ yegurrannekum billâhil garûr. Dünya hayatı sizi aldatmasın ve şeytan Allah rahimlidir deyip sizi başta çıkartmasın. Lokman suresinin 33. ayeti. Allah Teala başka bir ayette buyurur. İ'lemû ennemel hayâtu'd-dünyâ le'ibun ve lehun ve zîneh ve zînetun ve tefâkhurun beynekum ve tekâthurun fil emvâli vel evlâd. كمثل غيث أعجب الكفار نباته ثم يهيج فتراه مصفرا ثم يكون حطاما وفي الآخرة عذاب شديد ومغفرة من الله ورضوان وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلَّا مَتَاعُ الْغُرُورِ. Ey insanlar, bilin ki dünya hayatı oyun oyuncaktan, berbezekten başka birbirinizin karşısında övünmek ve mal dövleti, oğul uşağı çoxaltmaktan ibarettir. Ve bu elə bir yağışa benzeyir ki onun yetiştirdiği bitki, məhsul, əkinçilərin xoşuna gelir. Ve sonra o kuruyar ve sonra sarılıp solduğunu, daha sonra ise çöp-çöpe döndüğünü görersen, dünya malına aldananları ahirette şiddetli azap, dünya malına uymayanları ise Allah'tan bağışlanma ve razılık gözleyir. Dünya hayatı aldanıştan ve yalandan başka bir şey değil. Hadid suresinin 20. ayeti. Günahtan elde olunan lezzet ancak kısa bir vakti olur. Günah edip kurtardıktan sonra insan sıkıntılarla ve hemçinin insan bazı hastalıklarla üzleşir. Allah Teala Kur'an-ı Kerim'de buyurur. فَمَنِ اتَّبَعَ هُدَايَ فَلَا يَضِلُّ وَلَا يَشْقَى. Kim benim yoluma tabi olarsa ne zalalete düşer ne bedbaht olar. Taha suresi. Allah Teala bu ayette insana zalalete düşmekten zemanet verir. Ama şart koyur. Kim benim yoluma tabi olarsa, biz işin behresi ziyandan ve zararatten başka bir şey değil. İnsan pis işler görmekle dünyanı elde etse bile Allah Teala Kur'an-ı Kerim'de buyurur. وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنكًا وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى. Kim bana ibadetten, zikirden yüz döndürerse onun için dünyada sıkıcı hayat olar. İbn Kesir rahimehullah bu ayetin tefsirinde böyle deyir. Dünyadayken ettiği günahlardan dolayı onun kalbi sıkılar, rahat olmaz. Zahiri yaxşı görünse bile, istediğini giyse, istediğini yese, istediğini içse, istediği yerde yaşasa bile yine onun kalbi yakinliğe çatmaz. Sıkıntı içerisinde olar. Allah'tan uzak düşmüş kimselere niye göre Allah'ı zikirden, ibadetten yüz dönderdiniz? Niye göre özünüzü yaxşı dini meclislerden məhrum ettiniz, uzaklaştınız, çağrılırdınız, gelmirdiniz, nəsihət olunurdunuz, eşitmirdiniz veya özünüzü eşitmemezliğe koyurdunuz. Hele üstelik size nəsihət eden insanlarla istihza edirdiniz. Belə olduğu halda sonluğa, ahıra kulaq asın. O acı sonluq ki hayatlarını gaflette Allah'a asi olmakla geçiren kimselere nasip olur. Allah Teala Kur'an-ı Kerim'de buyurur. وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى قَالَ رَبِّ لِمَ حَشَرْتَنِي أَعْمَى وَقَدْ كُنْتُ بَصِيرًا قَالَ كَذَلِكَ أَتَتْكَ آيَاتُنَا فَنَسِيتَهَا وَكَذَلِكَ الْيَوْمَ تُنْسَى. Kıyamet günü hemin insanı Allah Teala kör olarak dirildər, həşr eder. O insan soruşar, ya Rabbi niye göre beni kör olarak dirilttin?
ben ki dünyada görürdüm. Allah Teala ona böyle cevap verer. Bizim ayetlerimiz sana geldi ama sen onları unuttun ve elece de bugün sen unutulursan. Taha suresinin 124, 125, 126. ayetleri. Deməli, cəza əməlin növünə görədir. Necə rəftar edirsənsə, eləcə də rəftar olunursan. Necə müamilə edirsənsə, eləcə də Allah tərəfindən müamilə olunursan. Allah Teala Kur'an-ı Kerim'de buyurur: وَمَنْ أَظْلَمُ مِمَّنْ ذُكِّرَ بِآيَاتِ رَبِّهِ فَأَعْرَضَ عَنْهَا وَنَسِيَ مَا قَدَّمَتْ يَدَاهُ. Rabbinin ayetleriyle öğüt nasihat verildikten sonra onlardan hemin ayetlerden yüz döndüren kesten daha zalim kim olabilir? Allah Teala başka bir ayette buyurur: İnna enzernakum azaban qariba yevme yanzuru l-mer'u ma qaddemet yedah ve yekulu l-kafiru ya leyteni kuntu turaba. Hakikaten sizi yakın bir azabla, kıyamet gününün azabıyla korkudurup, o gün insan öz elleriyle ettiği yaxşı, pis emelleri görecek, kafir ise keşke bu azabı görmemek için torpak olaydım diyecek. Nebe suresinin 40. ayeti. Ey Allah'ın bendeleri, bilin ki insanın kalbi rahat olmaz, sükunet tapmaz, ta hidayet yoluna kavuşana kadar ve Allah'ın dininde lazımınca yakışmayana kadar. Bazı insanlar vardır ki xoşbəxtliyi tek mal dövlette, vazifede ve harici devletlere sefer etmekle alakalendirirler. Ama bu hiç de böyle değil. Çok insanlar vardır ki onların malları, devletleri onların kederini dağıda bilmedi. Nece ki tarih bu yerde bize bir hadiseni hatırladır. Abbasi halifesinin oğlu Ali İbni Ma'mun güzel bir qəsirdə yaşayırdı. Həddən artıq varlı idi. Bir gün qəsirdən aşağı baxanda bir nəfər gəncin halı onu özünə çox cəzb edir. Həmin gənc bütün gün boyu işləyirdi. Namaz vaxtı gələndə namazını qılıb yenidən işinə qayıdardı. İşində davam edərdi ta məğrib namazına qədər. Məğrib vaxtı gələndə namazını qılıb evinə gedərdi. Bir gün Ali İbni Ma'mun həmin gənci çağırıb onunla söhbət edir. Onun yaşayışı barədə ondan xəbər alır. Oğlan ona belə deyir: mənim 2 bacım var, bir qoca anam və bunlardan başqa mənim heç bir kimsəm yoxdur və mənim bu işdən başqa da heç bir işim yoxdur. Ali İbni Ma'mun gənclə uzun uzadı söhbət etdikdən sonra bilir ki o günlərini oruç tutur. Məğrib namazı olanda çıxıb evinə gedir. Əldə etdiyi qazancı ilə orucunu açır və ailəsinə yemək alıb aparır. Halifenin oğlu ondan soruşur: bir şeye ihtiyacın var mı? Bir şeyden şikayet edirsen mi? Oğlan deyir: yok. Elhamdülillah, alemlerin Rabbi olan Allah'a hamd olsun. Halifenin oğlu bu hadiseden çok təsirlənir. Çünkü bu kasıb insana belə təsirləri bağışlayan onun dini idi. Və qəsri bırakıp çıxır gedir. Bir neçə ildən sonra onun ölüm xəbərini eşitirlər. Ve aktarıp araştırdıktan sonra bilirler ki sen deme gedip Khorasan tarafta dülgerlik edermiş, işleyermiş. Sübhanallah, qəsirdən, imaretten dülgerliğe niye göre böyle etti? Çünkü qəsirdə xoşbəxtlik tapmadı. Eğer orada xoşbəxtlik tapsaydı oranı terk etmezdi. Peygamber sallallahu aleyhi ve sellem buyurur: Leysel ganiyyu ganiyyul mal bel ganiyyu ganiyyul kalb. Varlı, malı, dövləti çox olan insan değil, varlı, qəlbi varlı, gözü tox olan insandır. Bu insan təvazukarlığı, sadə həyatı qəsrlərə dəyişdi. Əli radiyallahu anhu dinin, Allahın elminin dünyadan, dünya malından xeyirli olmağı barədə belə deyir: Elim səni qoruyur, amma sən malı qoruyursan. Elim xərclədikcə çoxalır, mal isə xərclədikcə azalır. Elim hakimdir, mal məhkum. Elmi sevmək, ona bağlanmaq, onun arkasınca getmək insanın imanını artırır. Dünyanı sevib ona bağlanmaq isə insanın imanını zəiflədir. İnsanın elmi, salih əməli onunla birlikdə qəbrə girir və ona qəbirdə fayda verir.
Amma əziyyət çəkdiyi, yığdığı dünya malı isə o öləndə onunla qəbrə getmir. Əksinə o malı hardan yığdığına, necə yığdığına görə qəbirdə ondan sorğu-sual olunur. Allah öz elmini yalnız istədiyi qula verir. Dünyanı, dünya malını isə istədiyinə də verir, istəmədiyinə də, kafirə də, möminə də. Elmə hamının ehtiyacı var, mala isə ancaq kasıbların. Elm insana təvazukarlıq gətirir, mal dövlət isə təkəbbürlük. Müsəlman qardaşlar, sözsüz ki, burada nəzərdə tutulan elm İslam elmidir. Bu elmə yiyələnməklə insan bu gözəl sifətlərə nail ola bilər. Müsəlman qardaşlar, Allahdan uzaq düşən insanlardan birincisi, necə ki Allah Subhanahu Teala Kur'an-ı Kerim'de buyurur. فَخَلَفَ مِنْ بَعْدِهِمْ خَلْفٌ أَضَاعُوا الصَّلَاةَ وَاتَّبَعُوا الشَّهَوَاتِ فَسَوْفَ يَلْقَوْنَ غَيًّا. Onlardan sonra namazı terk edip şehvetlere uyan bir kavim geldi. Biz onları gıy deresine atacağız. Meryem suresinin 59. ayeti. Müslüman kardeşler, namazı terk etmekten de büyük ziyan, husran nece olabilir? Namazı terk etmek küfürdü, zelaletti. Nece ki Peygamber sallallahu aleyhi ve sellem buyurur. El-ahdullezî beynena ve beynehum as-salâh. Femen terakaha fekad kefer. Bizimle kafirlerin arasındaki ahd namazdır. Kim onu terk etmiş olsa artık küfretmiş olur. Hadis İmam Tirmizi, Nesai rivayet etmiştir. Hakim hadisi sahihleştirip. Ey Allah'ın bendesi, Allah'tan uzak düşmüşsen, Allah'tan uzaklaşmışsan o günden ki Allah ile öz əlaqəni kəsdin ve kesmekle büyük bir hazinenin açarını itirdin ve insan bu dünyada yolçudur ve bu yolculuk ana bətnindən bu dünyaya qədəm qoyduğu gündən başlayır ve qəbr evinə qədər devam edir, qəbr evində sona çatır. Namaz ise yolcunun özüyle beraber apardığı azuqəsidir, ruhun sağlamlığıdır, həmçini dərk-kədərinin uzaqlaşmasına səbəbdir. Dəstəmaz alıb 2 rükət xuşu ilə namaz qılmaq sənə bütün qəm qüssədən bəs edər. Müsəlman qardaşlar, namazdan qafil qalanların qəlbləri elədikləri günahlardan dolayı qaralar və sıxlar. Allah Teala Kur'an-ı Kerim'de buyurur. يَوْمَ يُكْشَفُ عَنْ سَاقٍ وَيُدْعَوْنَ إِلَى السُّجُودِ فَلَا يَسْتَطِيعُونَ خَاشِعَةً أَبْصَارُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ وَقَدْ كَانُوا يُدْعَوْنَ إِلَى السُّجُودِ وَهُمْ سَالِمُونَ. Kıyamet günü secdeye davet olunacakları gün onlar secde etmeye kadir olmayacaklar. Gözleri zelilcesine yere dikilecek, özlerinde zillet bürüyecek. Halbuki onlar dünyada sağlam oldukları vakit secdeye davet olunurdular. Kalem suresinin 42-43. ayetleri. Onlar Allah'a secde edebilmeyecekler. Niye göre? Ona göre ki dünyadayken çağrılırdılar namaza, secdeye ama gelmirdiler. Dünyada boyun kaçırdıklarına göre ahirette de Allah'a secde etmekten mahrum olacaklar. Dünyadayken namaza çağrılanda deyirdiler işimiz var, vaktimiz yoktu. Bir gün ərzində 24 saatdan 24 dəqiqə vaxt tapa bilmirdiler. Daha doğrusu tapmaq istəmirdilər. Bəziləri təkəbbürlük edirdiler. Namaz kılanlara gülüb onları ələ salırdılar. Belə adamlara dini, ahireti, salih əməlləri xatırlatdıqda seninle istihza edirlər, seni araya koyurlar. Nece ki Allah Teala onlar barəsində Kur'an-ı Kerim'de buyurur. وَإِذَا نَادَيْتُمْ إِلَى الصَّلَاةِ اتَّخَذُوهَا هُزُوًا وَلَعِبًا ذَلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَا يَعْقِلُونَ. Siz namaza çağrıldığınız zaman onlar bunu oyun oyuncak sayarlar. Bu onların anlamaz bir tayfa olmaklarındandır. Maide suresinin 58. ayeti. Ve başka bir ayette Allah Teala buyurur. İnnellezîne ecramû kânû minellezîne âmenû yadhakûn ve izâ merrû bihim yetegâmezûn. Hakikaten günahkarlar iman getirilmiş kimselere dünyadayken gülürdüler. Mutaffifin suresinin 29. ayeti. Müminlerin yanından geçende onları meskareye koyurdular. Müslüman kardeşler,
heç kim ona deyilən bu sözlərə görə ümidini üzməsin, dininə görə istehza olunan kimsə həvəsdən düşməsin, qoy gülsünlər, yaxşı-yaxşı gülsünlər, amma xoşbəxt axırda gülən kimsələrdir. Necə ki Allah Subhanahu Teala Kur'an-ı Kerim'de buyurur: فَالْيَوْمَ الَّذ۪ينَ آمَنُوا مِنَ الْكُفَّارِ يَضْحَكُونَ O gün ahirette iman getirenler, müminler, kafirlere gülecekler. Mutaffifin suresinin 34. ayeti. Bu insanlar namaza karşı sehlenkarlık ettiler ve çokluk hayırdan geri kaldılar. Garibedir o insanın halı ki hoşbəxtlik aktarır ama namaz kılmır. Allah Teala Kur'an-ı Kerim'de buyurur: قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ الَّذ۪ينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ Namazlarını huşuyla kılan müminler nicata çattılar. Huşu yani insanın namazda ahireti, Allah'ın önünde durmağı, cenneti, cehennemi ve ölümü hatırlamasıdır. Müminin suresinin 1. ve 2. ayetleri. Müslüman kardeşler, Peygamber sallallahu aleyhi ve sellem sahih bir hadiste böyle buyurur: kim namaz üzerinde mühafazakar olarsa, yani onu hemişe kılarsa, kıyamet günü hemin adam için onun namazı delil olar, nur olar, nicat olar. Kim namaz üzerinde mühafazakar olmazsa, yani onu hemişe daiman kılmazsa, onun için ne delil olar, ne nur olar, ne de nicat. Hemin insan kıyamet günü en şerli insanlarla bir yerde haşr olar. Hemin insanlar Haman, Karun, Firavun ve Ubey ibn Halef. Hadisi İmam Ahmed rivayet etmiştir. İmam Nevevi hadisi sahihleştirip. Alimler bu hadisin şerhinde böyle deyirler: kimin malı onu namazdan yayındırarsa o Karun'la bir yerde haşr olar. Çünkü Karun'un malı onu Allah'tan uzaklaştırdı. Kimi riyaset, idareçilik namazdan yayındırarsa o Haman'la bir yerde haşr olar. Çünkü Haman vezir idi ve bu işi onu Allah'tan uzaklaştırdı. Kimin mülkü, saltaneti onu Allah'tan uzaklaştırarsa, yayındırarsa o Firavun'la bir yerde haşr olar. Çünkü Firavun melik idi ve bu işi onu Allah'tan uzaklaştırdı. Kimi ticaret meşgul ederse, yayındırarsa o Ubey ibn Halef'le haşr olar. Çünkü Ubey ibn Halef tacir idi. Onun bu işi onu Allah'tan uzaklaştırdı. Ey namazdan uzaklaşmış kimseler, soruşun hakiki namaz kılanlardan, öz namazlarına sadık kalanlardan ki onlar namazda ne tattılar ki ona böyle bağlandılar. Soruşsanız size böyle cevap verecekler: hoşbəxtlik ve en derdi, kederi çok olan insanlar namaza sehlenkar yanaşanlardır, ondan uzak düşenlerdir. Müslüman kardeşler, hemçinin Allah'tan uzak düşenlerden biri de Kur'an-ı Kerim'i okumaktan veya okuyup ayetlerini düşünmekten uzak olanlardır. Çok Müslümanlar var ki Kur'an'ın tercümesini bir defede olsun demek olar ki hiç okumayıp. Allah Subhanahu Teala Kur'an-ı Kerim'de buyurur: أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْآنَ أَمْ عَلَى قُلُوبٍ أَقْفَالُهَا إِنَّ الَّذِينَ ارْتَدُّوا عَلَى أَدْبَارِهِمْ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْهُدَى الشَّيْطَانُ سَوَّلَ لَهُمْ وَأَمْلَى لَهُمْ. Onlar Kur'an baresinde düşünmezler mi, yoksa kalplerine kilit mi vurulmuştur? Ve bir hadiste Ata radıyallahu anhu böyle rivayet edir: bir gün ben ve Ubeydullah ibn Umeyr Ayşe radıyallahu anhadan Peygamber sallallahu aleyhi ve sellem'de gördüğü en teəccüblü hadiseni bize danışmağı xahiş ettik. O bize böyle dedi: bir gün Peygamber sallallahu aleyhi ve sellem geceyken destamaz alıp namaza başladı. Namazda o kadar ağladı ki hatta sinesi ıslandı ve yine ağladı, secde etti, secde ettiği yer ıslandı. Bilal radıyallahu anhu sübh vakti azan vermeye gelende Peygamber sallallahu aleyhi ve sellemi böyle vaziyette görüp soruştu: ya Resulallah, ağlayırsam, halbuki Allah Teala senin geçmiş ve gelecek günahlarını bağışlayıp, Peygamber sallallahu aleyhi ve sellem böyle dedi: ya Bilal, ben şükreden kullardan olmayayım mı? Artık bu gece bana ele ayetler enip ki vay olsun onları okuyup düşünmeyenlerin haline. Hemin ayetler Ali İmran suresinin son 10 ayetleridir.
hədisi Şeyx Albani səhihləşdirib. Bir çox insanlar vardır ki, Quran oxumaqdan və onun ayətlərini düşünməkdən uzaq düşüblər. Bəziləri Quranı ancaq ölülər üçün oxuyurlar. Halbuki bu barədə Peyğəmbər sallallahu aleyhi və səlləmdən səhih bir hədis varid olmayıb. Və bəziləri isə təkcə Quranı Ramazanda oxuyurlar. Elə bil ki, Allah subhanahu taala Quran-ı Kərimi ancaq Ramazanda oxumaq üçün endirib. Özləri də düşünmədən və fikirləşmədən Allah Taala'dan belə insanlara hidayət verməsini istəyirik. Möhtərəm müsəlman qardaşlar, həmçini Allahdan uzaq düşənlərdən biri də Allah üçün qardaşlıq etməkdən aciz qalanlardır, uzaqlaşanlardır. Salih insanlardan, yaxşı kəlamdan və ya səni müdafiə etməkdən başqa bir şey görməzsən. Pis insanlardan, dostlardan isə sənə zərərdən başqa bir şey gəlməz. Nə qədər insanlar olub ki, fasik insanlarla oturub, durduqlarına görə körlanıb və nə qədər fasik insanlar olub ki, yaxşı, salih insanlarla oturub durduqlarına görə islah olublar, əməl salih bir insanlar olublar. Ona görə də bizim hamımızın belə insanlarla oturub durmağa ehtiyacı var. Xüsusilə fitnə fəsadın çoxaldığı bir dövrdə. Ey Allahım, bu çevril ətrafına bax, dostlarına bax və fikirləş gör, sizi bir yerə yığan, bir-birinizə bağlayan əlaqə nədir? Dünyavi xeyirlərmi, şeytani nəfsi şəhvətlərmi, yoxsa Allah üçün qurulan qardaşlıqmı, səmimiyyətmi? Allahdan başqasına görə qurulan dostluğun əsası möhkəm olmur, çox davam etmir və bu dostluq, qardaşlıq ahirətdə də fayda vermir. Necə ki, Allah subhanahu taala Quran-ı Kərimdə buyurur: "El-ahillau yevmeidin ba'duhum li ba'din adun illel-muttaqin." O gün bütün dostlar bir-birinə düşmən kəsiləcək, ancaq müttəqilərdən başqa. Zuhruf surəsinin 67-ci ayəsi. Müsəlman qardaşlar, insan özünə dost seçəndə diqqətli olmağı çox mühüm məsələlərdəndir. Allah Taala dostlarının təsiri ilə azıb peşman olanların dilindən belə buyurur: "Ya veylətə leytəni ləm əttəxiz fulanan xalila, laqad adallani aniz-zikri ba'də iz-ca'ani və kənə'ş-şeytanu lil-insani xadula." Vay halıma, kaş ki filan kəsi özümə dost etməyəydim. Quran mənə gəldikdən sonra ona iman gətirməkdən məni yayındıran, azdıran oldu və şeytan insanı yoldan çıxartdıqdan sonra onu yalnız təftənha buraxar, rüsva edər. Furqan surəsinin 28-29-cu ayələri. Necə ki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: "El-mer'u ma'a men ahab." Kişi öz sevdiyi ilə bərabərdir. Ey insan, gör neçə pis xüsusiyyətlər vardır ki, sən onları qazanmışsan. Qeybət etmək, yalan danışmaq, paxıllıq, namazı tərk etmək kimi və s. və ya bir çox yaxşı sifətlər vardır ki, sən onları artıq itirmişsən pis insanların səbəbi ilə, onlarla oturub durduğun üçün. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: "El-mer'u ala dini xalilih." Kişi öz dostunun dinindədir. Sizdən biri öz dost tutduğu kimsəyə baxsın. Şək yoxdur ki, Allah üçün qardaşlıq etmək və Allah üçün kimsə sevmək imandandır. Necə ki, səhih bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: "Üç şey kimdə olarsa, o kimsə imanın şirinliyini dadar. Birincisi, Allah və Rasulü ona hər şeydən sevimli olar. İkincisi, hər hansı bir insanla dostluq edib, onu sevərsə, yalnız və yalnız Allah üçün sevər. Yəni onun nə malına, nə ad sanına, nə şan şöhrətinə, nə də onun gözəlliyinə görə onunla dostluq etməz. Yalnız və yalnız Allah üçün dostluq edər. Üçüncüsü, Allah Taala onu küfürdən xilas etdikdən sonra cəhənnəmə atılmağı pis gördüyü kimi küfrə qayıtmağı da pis görər. Sələflərdən biri buyurur: "Üç şey olmasaydı bu dünyada qalmaq istəməzdim. Birincisi, yaxşı, əməl salih insanlarla bir məclislərdə oturub durmaq. İkincisi, nəsihət edən qardaşlar. Üçüncüsü, Allah üçün tutulan oruclar." Müsəlman qardaşlar, Allahdan uzaqlaşan kimsələrdən biri də təmiz, halal ruzi yeməkdən, ruzi qazanmaqdan aciz olan kimsələrdir. Peyğəmbər sallallahu aleyhi və səlləm səhih bir hədisdə buyurur:
Allah Teala təmizdir, ancaq təmizi qəbul edir. Bir nəfər uzun müddət səfər edir və səfərdə əllərini göyə qaldırıb dua edir və belə deyir: Ya Rəbb, Ya Rəbb. Amma Allah Subhanahu Teala onun duasını qəbul etmir. Niyə görə? Çünki həmin adamın yeməyi, içməyi və paltarları haram olduğu üçün, haram yolla qazandığı üçün. Allah Subhanahu Teala Kur'an-ı Kerim'de buyurur: Ya eyyühellezine amenu kulu min tayyibati ma razaqnakum veşkuru lillahi in kuntum iyyahu ta'budun. Ey iman getirenler, size verdiğimiz ruzinin temiz ve halal olanlarından yiyin. Birçok insanlar vardır ki halal yemekten aciz kaldılar, uzak düştüler. Həmçini onların kazandıkları kazanç mallarının bereketine, ailələrinə, evladlarına pis təsir göstərir. O kazanç ki faizdən, tərəzidə aldatmaqdan, oğurluqdan, yalandan and içməkdən əldə olunursa, orada ne bereket olar? Yazıqdır o insan ki bu yollarla gəlir kazanır. Ola bilsin ki namaz kılır, rükû edir, səcdə edir, dua edir. Amma kim onun duasına cevap verecek? Haram yemek duanın qəbul olmasına mane olur. Müslüman kardeşler, qorxuram ki biz de həmin insanlardan olaq. Amma bunu özümüz hiss etməyək. Əllərimizi qaldırıb dua edirik, istiğfar diləyirik. Ramazanda qunutlar tutulur. Amma ola bilsin ki bizden bəziləri ettiği duaların təsirini tapa bilmir. Allah Teala Kur'an-ı Kerim'de buyurur: İnnallaha la yugayyiru ma biqavmin hatta yugayyiru ma bi anfusihim. Allah Teala o kavmin, cemaatın halını değişmez ta ki onlar öz vəziyyətlərini değişmeyene kadar. Ras suresinin 11. ayeti. Müslüman kardeşler, bu ayə insanın sebeplerden tutmasına delildir. Eğer insanın duasının qəbul olmasına mani olmayan amiller, sebepler olmasa onun duası Allah tarafından qəbul olunur. Necə ki Allah Subhanahu Teala başka bir ayda buyurur: Ud'uni estecib lekum. Mənə dua edin, mən də sizin duanızı qəbul edeyim. İnsanın duası qəbul olur üç şey üzerinde. Ya istediği ona bu dünyadayken verilir, ya elediği dua sebebiyle başına gelen bir bela götürülür veya kiçildilir, ya da ettiği duaya göre ecir ona ahirette verilir. Müslüman kardeşler, her birimize lazımdır ki ne yiyip ne içtiğine dikkat getirsin. Halal yemeğin kalbin rahat olmasına, evlatların salih yetişmesine ve evlatların öz valideynleriyle güzel muamele etmesine, ruzinin genişlenmesine büyük tesiri olur. Günahlar ve asitçilikler ise insanı halal ruzi kazanmaktan uzaklaştırır. Necə ki Peygamber sallallahu aleyhi ve sellem sahih bir hadiste buyurur: İnsanlar ruziden mahrum kalmazlar ancak elediği günahların sebebiyle. Hadisi İmam Ahmed, Nesai ve İbn-i Mace rivayet etmiştir. Hakim hadisi sahihleştirip. Birçok insanlar günahların sebebiyle halal ruzinin bereketinden uzak düşmüşler. Malın çok olması onun bereketli olmasına delalet etmir. Ola bilsin ki insanın malı onun hayrine değil ziyanlı olsun. Böyle hadiselere tesadüf etmek o kadar da az değil. Peygamber sallallahu aleyhi ve sellem bir hadiste buyurur: eğer görsen ki Allah Teala günahkar bir insana dünyadayken istediğini ona verir, bil ki bu onun için istidracdır. Yani insanın özü hissetmeden onun azdırılması. Peygamber sallallahu aleyhi ve sellem Allah Teala'nın bu ayesini okudu. فَلَمَّا نَسُوا مَا ذُكِّرُوا بِهِ فَتَحْنَا عَلَيْهِمْ أَبْوَابَ كُلِّ شَيْءٍ حَتَّى إِذَا فَرِحُوا بِمَا أُوتُوا أَخَذْنَاهُمْ بَغْتَةً فَإِذَا هُمْ مُبْلِسُونَ. Onlara edilmiş haberdarlığı unuttukları zaman küfürlerini daha da artırmak məqsədiyle her şeyin, bütün nimetleri onların üzerine açtık. Onlar özlerine dünyada verilen nimetleri sevindikleri vakit onları gafleten yakaladık. Onlar her şeyden mahrum oldular. En'am suresinin 44. ayeti. Hadis-i Şeyh Albani sahihleştirip, hatta seleflere dünya malı gelende sevinmezdiler. Necə ki İmam Ahmed rahimahullah
ona dünyadan bir mal gelendə sıxılardı. Soruşardılar, ya imam, niye göre sıxılırsan? Deyərdi, qorxuram ki, bu mənim için istidrac olar. Allah Teala malı istədiyinə də verir, istəmədiyinə də. İbn-i Qayyim Əl-Cəvzi Rəhiməhullah günahların insanın həyatına qoyduğu izləri belə vəsf edir. Günahlar ömrün, ruzinin, elmin, əməlin, ibadətin, bir sözlə dünya və axirətin bərəkətini çəkir. Əgər insanlara göz gəzdirsən, dünyasında və dinində ən az bərəkəti olan, Allahdan ən çox uzaq düşən, Allaha ən çox asi olan adamı taparsan, Allah Teala yer üzərindən bərəkəti çəkməz, ancaq insanların etdiyi günahların səbəbi ilə. Allah Teala Kur'an-ı Kerim'de buyurur: وَلَوْ أَنَّ أَهْلَ الْقُرَىٰ آمَنُوا وَاتَّقَوْا لَفَتَحْنَا عَلَيْهِمْ بَرَكَاتٍ مِّنَ السَّمَاءِ وَالْأَرْضِ وَلَكِنْ كَذَّبُوا فَأَخَذْنَاهُمْ بِمَا كَانُوا يَكْسِبُونَ. Eğer o memleketin ahalisi iman getirip pis işlerden çekinseydiler, sözsüz ki onların başına göyden ve yerden bereket yağdırardık. Araf suresinin 96. ayeti. Allah Teala başka bir ayette buyurur: وَأَنْ لَوْ اسْتَقَامُوا عَلَى الطَّرِيقَةِ لَأَسْقَيْنَاهُمْ مَاءً غَدَقًا. Eğer onlar Allah'ın dininde doğru, düzgün olup sabit kalsaydılar, biz onlara bol yağış indirerdik. Müslüman kardeşler, hemçini Allah'tan uzak düşenlerden biri de dilleri Allah'ı zikir etmekle değil, onun bunun sohbetini, gıybetini etmekle, yalan danışmakla, söğüş söymeyle ıslanan kimselerdir. Bir sahabe Peygamber sallallahu aleyhi ve sellemin yanına gelip böyle deyir: Ya Resulallah, bana nəsihət et. Peygamber sallallahu aleyhi ve sellem buyurur: dilin Allah'ı zikretmekten kuru kalmasın. Bir gün muhacirlerden olan kasıblar Peygamber sallallahu aleyhi ve sellemin yanına gelip deyir: Ya Resulallah, varlılar savab kazanmakta bizi keçibler. Namaz kıldığımız kimi namaz kılarlar, oruç tuttuğumuz kimi oruç tutarlar. Allah'ın onlara verdiği mal dövlet ile sadaka verip, ümre edip, hac edip savab kazanarlar. Peygamber sallallahu aleyhi ve sellem deyir: size öyle bir şey öğredim mi ki onunla sizi ötüp geçenlere çatasınız. Sizin özünüzden sonra gelenleri arkada koyasınız ve sizden faziletli hiç kim olmasın ta ki sizin elediklerinizi edene kadar. Dediler, bəli ya Resulallah. Peygamber sallallahu aleyhi ve sellem onlara dedi: her namazdan sonra 33 tesbih, 33 tahmid, 33 tekbir getirin. 33 tesbih yani 33 defa Subhanallah demek, 33 defa Elhamdülillah, 33 tekbir ise 33 defa Allahu Ekber demektir. Müslim'in başka bir rivayetinde muhacirlerden olan kasıblar Peygamber sallallahu aleyhi ve sellemin yanına gelip derler: Ya Resulallah, varlı kardeşlerimiz senin bize ettiğin nəsihəti eşitip onlar da əməl ettiler ve bizi keçtiler ve bizden de çoklu savab kazandılar. Peygamber sallallahu aleyhi ve sellem deyir: bu Allah'ın fəziletidir ve bunu istediğine verir. Başka bir hadiste Peygamber sallallahu aleyhi ve sellem buyurur: sizden biri günde 1000 savab kazanmaktan acizdir mi? Oturanlardan biri soruşur: Ya Resulallah, bunu nece edek? Peygamber sallallahu aleyhi ve sellem buyurur: kim günde 100 defa Subhanallah deyerse Allah Teala ona 1000 savab yazar, ondan 1000 hatanı siler. Hadis-i Müslim rivayet etmiştir. Başka bir hadiste Peygamber sallallahu aleyhi ve sellem buyurur: kim günde La ilahe illallah vahdehu la şerike lah, lehul mulk ve lehul hamd ve huve ala kulli şeyin kadir. Kim bu zikri günde 100 defa okuyarsa o 10 kul azat etmiş kimi savab kazanar. Ona 100 savab yazılar ve ondan 100 günah silinler ve hemin gün şeytanın şerrinden uzaklaşar. Hatta akşamlayana kadar. Hadisi Bukhari ve Müslim rivayet etmiştir. Müslüman kardeşler, zikrin fəzileti barədə varid olan hadisler oldukça çoktur. Meğer bizden biri istemez ki onun minlerle günahı bozulsun, silinsin veya ona minlerle savab yazılsın veya şeytanın şerrinden mühafizə olunsun. Elbette hamı eləysə bu kadar hadisleri bilip bunlara əməl etmemek, Allah'tan uzaklaşmak veya acizlik sayılmır mı? Herkes özünde bu suala cevap versin. Allah'ı zikretmek müminin silahıdır. Hemin zikirlerle mümin
insan, mümin bəndə, insan və ya cinlərdən olan şeytanların, sehrin, cadının şərindən qorunmuş olur və qəlbində rahatlıq tapır. Necə ki Allah Subhanahu Teala buyurur: "Ellezîne âmenû ve tatma'innu kulûbuhum bi zikrillah. Elâ bi zikrillahi tatma'innul kulûb." Qəlblər Allahı zikr etməklə rahatlıq tapır. Rad surəsinin 28-ci ayəsi. Və başqa bir ayədə Allah Teala buyurur: وَالذَّاكِرِينَ اللَّهَ كَثِيرًا وَالذَّاكِرَاتِ أَعَدَّ اللَّهُ لَهُم مَّغْفِرَةً وَأَجْرًا عَظِيمًا. Allahı çox zikr edən kişi və qadınlar, Allah Teala onlar üçün axirətdə məğfirət, bağışlanma və böyük bir mükafat, cənnət hazırlamışdır. Əhzab surəsinin 35-ci ayəsi. Müsəlman qardaşlar, həmçinin Allahdan uzaq düşənlərdən biri də xoşbəxt ailə həyatı qurmaqdan aciz qalanlardır. Bir çox ailələr vardır ki, onlar bir yerdə yaşamaqlarına baxmayaraq, ailədə məhəbbət, ülfət yoxdur və ya çox azdır. Niyə görə? Necə ki, sələflərdən biri buyurur: mən Allaha asi olmağımın və ya etdiyim günahın izini, əsərini qadınının mənə qarşı olan münasibətinin pisləşməsində görürəm. Ailədəki qadının və ya kişinin elədikləri günahlardan dolayı ailə xoşbəxtlikdən məhrum olur. Əgər ailədə İslam lazımcasına hikmətlə, səbirlə tətbiq olarsa, inşallah heç bir problemi qalmaz. Və ya ailə həddən artıq İslamdan uzaq olarsa və ya İslama səhlənkarcasına yanaşarsa, əlbəttə söz-söhbətlər çoxalar. Müsəlman qardaşlar, ümumiyyətlə İslama səhlənkar yanaşmaq müəyyən fərdlərə deyil, ümumi cəmiyyətlərə pis təsir göstərir. Allah Teala Quran-ı Kərimdə buyurur: وَمَا أَصَابَكُم مِّن مُّصِيبَةٍ فَبِمَا كَسَبَتْ أَيْدِيكُمْ وَيَعْفُو عَن كَثِيرٍ. Sizə baş verən hər bir müsibət əməllərinizlə qazandığınız günahların ucbatındandır. Hələ Allah Teala çoxsunu sizin üçün keçir. Şura surəsinin 30-cu ayəsi. Əgər indi müsəlmanların evlərinə nəzər yetirsən, görərsən ki, Allahın sevmədiyi, qəzəbləndiyi amillərlə doludur. Ən böyük amillərdən biri də namaz qılmamaqdır ki, bu barədə geniş söhbət etmişik. Müsəlman qardaşlar, həmçinin Allahdan uzaq düşənlərdən biri də öz valideynləri ilə yaxşı davranmayanlardır. Valideynə yaxşılıq etməkdən uzaq qalan insan elə bir xeyirdən, elə bir ibadətdən uzaq düşmüşdür ki, həmin ibadəti Allah Subhanahu Teala Quran-ı Kərimdə tövhid ilə bərabər çəkir. Allah Teala Quran-ı Kərimdə buyurur: وَاعْبُدُوا اللَّهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَبِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَالْجَارِ ذِي الْقُرْبَى. Allah'a ibadət et və ona heç bir şey şərik qoşma və valideynlərinlə yaxşı davran, onlara yaxşılıq et. Allah Teala valideynin haqqını öz haqqı ilə bərabər çəkməsi bu məsələnin nə qədər böyük olmasına dəlalət edir. Peyğəmbər sallallahu aleyhi ve sellem belə buyurur: ata cənnət qapılarının ortasıdır. Hədisi İmam Tirmizi səhihləşdirib. Abdullah ibn Mübarəkdən belə rəvayət olunur ki, onun anası öləndə oturub ağlayardı. Soruşdular: Allah sənə rəhm etsin, niyə ağlayırsan? Abdullah ibn Mübarək belə cavab verir: mən bilirəm, ölüm haqdır, ondan heç kim qaça bilməz. Amma mən ona görə ağlayıram ki, mənim cənnətə gedən 2 qapım var idi, artıq onların biri bağlandı. Peyğəmbər sallallahu aleyhi ve sellem bir hədisdə buyurur: burnu yerə sürtülsün və bunu 3 dəfə təkrar edir. Valideynlərindən birinin və ya ikisinin sağlığına çatıb cənnətə girməyənin. Peyğəmbər sallallahu aleyhi ve sellem başqa bir hədisdə buyurur: kim ruzisinin çoxalmasını və ömrünün uzanmasını istəyirsə, qohumluq əlaqələrini birləşdirsin. Hədisi Buxari və Müslim rivayet etmişdir. Əgər qohumluq əlaqələrini birləşdirməyin belə fəziləti olarsa, gör ata-ananı ziyarət etməyin fəziləti necə olar? Müsəlman qardaşlar, valideynlərə yaxşılıq ölümündən sonra da davam edir. Valideynlərin övladlarına ən çox ehtiyacı bu dünyadan ayrıldıqdan sonra olur. Bu dünyadan ayrıldıqdan sonra olur ki, övladı əlini qaldırıb onlara dua etsin və onlar üçün Allahdan bağışlanma diləsin. Bir nəfər Peyğəmbər sallallahu aleyhi ve sellemin yanına gəlib deyir: ya Resulallah, valideynlərim öldükdən sonra mən onlara
bir yaxşılıq edə bilərəmmi? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, bəli. Onlar üçün dua etmək, Allahdan onların bağışlanmasını diləmək və onların yaxınlarını ziyarət etmək, onlara ölümündən sonra fayda verir. Valideynlərə yaxşılıq insanın boynunda borc kimi qalır. Nə qədər ki, ruhu onun bədənindən çıxmayıb. Kim zənn etsə ki, valideynlərə yaxşılıq onların ölümü ilə qurtarır, artıq xəta etmiş olur. İnsana lazımdır ki, valideynləri üçün çoxlu istiğfar diləsin, onlar üçün Allahdan bağışlanma diləsin. Nə qədər ki, insan valideynləri öləndən sonra onu yada salar və onlar üçün Allahdan bağışlanma diləyərsə, Allah Taala da həmin insan öldükdən sonra ona istiğfar diləyəsi bir evlad nəsib edər. Əgər insan valideynlərinə dua edərsə və bu dua səbəbi ilə qəbirdə onun valideynlərindən sıxıntı, əzab götürülərsə, Allah Taala həmin insana qəbirdə olduğu vaxt, sıxıntı çəkdiyi vaxt, bu sıxıntının ondan qalxması üçün dua edəsi bir insan nəsib edər. Həmçini ölümündən sonra valideynlərə edilən yaxşılıqlardandır ki, onların yaxınlarını ziyarət edəsən, ziyarəti ən haqlı olanlar isə onların evladlarıdır. Ola bilsin ki, evladın ata-anası vəfat etsin və özündən sonra kiçik və böyük bacı qardaşlar qoyub getsin və bu zaman ata-anaya edilən ən böyük yaxşılıqlardan biri də necə ki, buna onların ehtiyacı var, insanın öz bacı və qardaşlarını ziyarət etməsi onların qeydinə qalmasıdır. Ölümündən sonra ən kamil yaxşılıqlardan onun arxada qoyduğu yetimlərinə mərhəmət göstərməkdir. Ailədə böyük uşaq olmaq kimin nəsibinə, payına düşərsə, o artıq böyük bir məsuliyyətin altına girmiş olur. Yetimlərə yaxşılıq etmək ən böyük savabı olan əməllərdəndir. Allah Taala bu işi sevir. Alimlər yetimlərə qayğı göstərməyi 3 qismə bölürlər və ən fəzilətli qism insanın öz yaxınlarından olan yetim uşaqlara yardım, qayğı göstərməsidir və insana da ən yaxın olan onun öz bacı və qardaşlarıdır. Uşaqlar öz ata və anasını itirərsə, uşaqların artıq Allahdan sonra bu boş yeri doldurası ikinci bir kimsəyə ehtiyacları var. Ehtiyacları var ki, onlara şəfqət göstərilsin, onların qayğısına qalınsın və beləliklə ailədə olan böyük kimsə özündən sonra kiçik bacı və qardaşlarına belə rəftar edərsə, artıq ata və anasına ən böyük yaxşılıq etmiş olur. Abdullah ibn Ömər radiyallahu anhu Mədinədən Məkkəyə gedərkən qarşısına bir bədəvi ərəb çıxır. Abdullah ibn Ömər atından düşüb onu atına mindirir və başındakı əmmaməni açıb onun başına qoyur və ona ehtiram göstərir. Biraz keçdikdən sonra dostları ondan soruşurlar, Allah sənə rəhm etsin, niyə görə miniyini və başındakı əmmaməni ona verdin? Abdullah ibn Ömər onlara belə cavab verir, bunun atası atam ilə cahillikdə dost idilər. Mən Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitmişəm. İnnə min əbarrəl birri sılatu əhlül vuddi əbik. Ən yaxşı yaxşılıqlardandır ki, insan kimsələrlə əlaqəni birləşdirsin. Müsəlman qardaşlar, həmçinin valideynlərə edilən yaxşılığın nəticəsidir ki, Allah Taala insanın əməlini qəbul edir. İnsan Allah yanında əməli qəbul olanlardan olur və kim də əməli qəbul olarsa, Allah Taala o əməl vasitəsilə ona dünyada və axirətdə fayda verər. Necə ki, 3 nəfərin mağarada ikən öz əməlləri ilə Allaha təvəssül etməsi, onlardan biri də öz valideynlərinə yaxşılıq edən kimsə olur və Allah Subhanahu Taala onun duasını qəbul edir. Elədikləri dua səbəbi ilə Allah Taala onların düşdüyü sıxıntını onlardan qaldırır, uzaqlaşdırır. Sələflər həmişə əməllərinin qəbul olmayacaqlarından qorxardılar. Bir dəfə sahabələrdən biri oturub ağlayır, ondan soruşurlar, niyə ağlayırsan? O belə cavab verir. Allah Subhanahu Taala'nın bu ayəsini oxuyur. وَلَا تَجْهَرُوا لَهُ بِالْقَوْلِ كَجَهْرِ بَعْضِكُمْ لِبَعْضٍ أَن تَحْبَطَ أَعْمَالُكُمْ وَأَنْتُمْ لَا تَشْعُرُونَ. Özünüz hiss etmədən sizin əməlləriniz puç olar. Əli radiyallahu anh buyurur, eğer bilseydim Allah Taala mənim bir namazımı qəbul edib onu arxalanardım. Çünki Allah Subhanahu Taala Quran-ı Kərimdə buyurur: قَالَ إِنَّمَا يَتَقَبَّلُ اللّٰهُ مِنَ الْمُتَّقِينَ. Allah Taala ancaq müttəqilərdən, təqva sahiblərindən qəbul edir. Müsəlman qardaşlar, çox təəssüflər olsun ki, öz valideynlərinə asi olanların da sayı az deyil.
kimi valideynlərini döyür, kimi söyür, kimi evdən qovub, qocalar evinə aparır, qoyur. Peyğəmbər s.ə.v buyurur, La yədxulul cənnətə aqq, valideynlərinə asi olan cənnətə girməz. Allah Teala'dan istəyirəm ki, bizi belə nalayiq sifətlərdən uzaq etsin və bizi valideynlərinə yaxşılıq edən kimsələrdən etsin. Müsəlman qardaşlar, həmçinin Allahdan uzaq düşənlərdən biri də husnul xatimədən məhrum olan kimsələrdir. Husnul xatimə nəsib olmayan kimsələrdir. Yəni, yaxşı ölüm. Ey Allahın qulu, sən bilirsən ki, ölüm haqdır, ölümdən heç kim qaça bilmir. O bütün bəşəriyyətin sonudur və bir gün yaradılan, bir gün ölür. Bir gün ləzzət aldığın nemətlər vaxt gəlir ləzzətsiz olur. Bu dünyada hər şey fanidir. Amma bütün bunları bilə-biləsən, Allahın dinindən uzaq düşürsən. Bütün bu kəlamları, nəsiyyətləri eşitirsən, amma yenə xatalara yol verirsən. Xata etməyimiz ayıb deyil. Ayıb odur ki, xatanın üzərində davam edək. Hər bir insan ölür, amma ölənlər bu dünyadan iki cür, iki sifətdə, iki halda ayrılırlar. Üçüncü bir hal yoxdur. Ya xeyir üzərində, ya da şər üzərində. Buna görə də insanın önündə iki yolu var. Ya xeyir üzərində, ya da şər üzərində bu dünyadan ayrılmaq. İnsana lazımdır ki, bu iki yoldan birini seçsin. Amma insan bu iki yoldan birini necə seçə bilər? Cavab, işlədiyi əməllər ilə. Pis əməllər, günahlar, haramlar səni şərə, yaxşı əməllər, savab işlər isə səni xeyrə aparır. Allah Teala'dan istəyirəm ki, bizi xeyir əməllərə müvəffəq etsin. İbn-i Qayyim Rahiməhullah Cavab-ül Kafidə insanların xeyir və şər üzərində ölmələri barəsində çoxlu hadisələr, misallar çəkir. İbn-i Qayyim Rahiməhullah buyurur, onlardan elələri var idi ki, ölüm anında can verəndə onlara deyiləndə ki, ya filən kəs la iləhə illallah de, sənə baxın mahnı oxuyurdular. Və başqa birisinə deyəndə ki, ya filən kəs la iləhə illallah de, deyirdi, bu kəlməni deyə bilmirəm, bu mənə ağır gəlir, dilim tutulur. Müsəlman qardaşlar, bu barədə geniş məlumat almaq istəyən İbn-i Qayyimin Cavab-ül Kafi kitabına qayıda bilər. Bu kəlməni demək asan deyil, ancaq Allah Teala'nın asanlaşdırdığı kimsələrdən başqa. Ona görə də insan həmişə Allah'a dua etməlidir ki, Allah Teala ona ölüm anında bu kəlməni nəsib etsin. Sələflər ölüm ayağında ikən bu kəlməni deyə bilməyəcəklərindən qorxardılar. Necə ki, Muhammed İbn Sirin gecə namazı qılıb ağlayardı, soruşardılar, ya Muhammed, günahların çoxdurmu, ona görə mi ağlayırsan? Deyərdi, yox, qorxuram ki, Allah'a qovuşanda dilim mənə xəyanət etsin, hüsnü xatimədən məhrum olum. Müsəlman qardaşlar, Allahdan istəyirəm ki, dünyada ikən bizə özünün razı qalacağı şəkildə yaşamağı, ölüm anında isə bizə hüsnü xatiməni, ahirətdə isə cənnəti bizə nəsib etsin. Müsəlman qardaşlar, Allahdan uzaq düşənlərdən biri də ahirətdən qafil qalan kimsələrdir. Bu çox böyük, geniş mövzulardan biridir ki, bu mövzuya çox diqqətlə yanaşmaq lazımdır. Yazıqdır o insan ki, o ahirətdən qafildir, cənnətin nemətlərindən, cəhənnəmin əzabından xəbərləri yoxdur. Əgər onlardan soruşsan, cənnətdə nə var, cəhənnəmdə nə var, deyəcəklər, bilmirik. Və ya deyəcəklər, cənnət də və cəhənnəm də elə bu dünyadadır. Məhz buna görə də belə insanlar xoşbəxtliyi şərabla dolu qədəhlərdə, qadınlarla əylənməkdə, mal dövlətdə görürlər. Dilləri ilə bunu təsdiq etməsələr də, artıq onlar ya xəbərsiz qaldılar, ya da eşitmək istəmədilər Allahın ayətlərini. O ayətlər ki, Allah Teala özünə və Rasuluna asi olanları, ahirəti unudanları, dünyanın fani ləzzətlərini əldə etmək üçün haram iş görənləri şiddətli bir əzabla qorxudur. Allah və onun Rəsuluna itaat edənləri isə ahirətdə böyük nemətlərlə müjdələyir. Çünki onlar dünyada yaşadılar, amma ahirətlərini unutmadılar. Günahkarların başı qarışdı dünyadakı günahlarına, arzularını həyata keçirtməyə və insanı Allahdan uzaqlaşdıran şəhvətlərə, fani dünya həyatını əbədi dünya həyatına dəyişdilər. Allahın bu ayələrini unutdular. يا أيها الذين آمنوا لا تلهكم أموالكم ولا أولادكم عن ذكر الله ومن يفعل ذلك فأولئك هم الخاسرون. Ey iman gətirənlər,
nə mal dövlətiniz, nə oğul uşağınız sizi Allahı zikirdən, Allahı zikr etməkdən yayındırmasın. Bunu edənlər xüsrana düşən kimsələrdir. Münafiqun surəsinin 9-cu ayəsi. Amma hələ də həmin insanlar dünyaya həqiqi qiymət verə bilmədilər. Onun faniliyini hələ də dərk edə bilmədilər. Allah yanında dünya heç bir şeye bərabər deyil. Necə ki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: "Ləv kânetid dünya ta'dilu indallahi cenaha ba'uda ma saqa kafira şerbete ma." Eğer dünya Allah yanında ağaca kanadına beraber olsaydı kafire bir kurtum su belə içirtmezdi. Başka bir hadiste Peygamber sallallahu aleyhi ve sellem bir gün bazardan keçende ölmüş bir heyvan görür ve öz ashabına belə deyir: "Sizden kim bunu bir dirheme almak isteyer?" Sahabeler deyir: "Ya Resulallah, bu sağlığındayken hiç kime lazım değildi. O ki kaldı o ölenden sonra." Peygamber sallallahu aleyhi ve sellem deyir: "Sizden kim bunu havayı götürer, pulsuz götürer?" Sahabelerden hiç kim onu götürmür. Peygamber sallallahu aleyhi ve sellem deyir: "Vallahi bu size ne kadar pis göründüğü kimi Allah yanında dünya, bu ölmüş hayvan size pis göründüğünden de daha aşağıdır." Ey Allah'ın bendeleri, bu büyük gaflet, Allah'tan uzaklaşmak bizleri dünyaya bağlayıp ona olan meylimizi həddən artık artırıp, seleflerden biri dünyanı talep eden insanın meselini deniz suyu içen insanın meseline benzedir. O deniz suyundan ne kadar çok içersense o kadar suyarsan, hatta o kadar çok içersen ki içtiğin su seni öldürer. Peygamber sallallahu aleyhi ve sellem bir hadiste buyurur: "Eğer Adem evladının bir vadi dolu kızlı olsa ikincisini isteyer, ikincisi olsa üçüncüsünü isteyer. Adem evladının boşluğunu torpaq doldurar." Vadi iki dağ arasında çökək yere deyilir. Yağış yağanda həmin yerlerde küçük çaylar əmələ gəlir. Başka bir hadiste Peygamber sallallahu aleyhi ve sellem buyurur: "Ben size kasıbçılıqdan qorxmuram. Amma sizden evvelkilere dünyanın açıldığı kimi size de açılmağından qorxuram. Dünyanı elde etmek için birbirinizle ötüşersiniz. Necə ki onlar ötüşdülər ve bu sizi helak eder. Necə ki onları helak etti." Müslüman kardeşler, hakikaten de bu büyük bir gaflettir ki Müslümanları əhatə edib, onları dinlerinde zayıfletip, ahireti, ölümü onlara unutturup, Müslüman bilmelidir ki keçirdiği her gün onu ahireti yakınlaştırır. Necə ki sələflərdən biri buyurur: "Ey insan, sen günlerden teşkil olunmuş bir məxluqsan. Günler keçdikçe sen azalırsan. Ey insan, sen ahirete gedirsən ve senin iki miniyin var. Biri gece, o biri ise gündüz. Sen o iki miniyinle hareket edirsən, hatta seni ahireti çatdırana kadar. İnsanın her attığı addım onu ölüme yakınlaştırır. Ama bu adımların ne vakit sona çatacağını Allah'tan başka hiç kim bilmir. Biz ölümü yaddan çıkartsak da ölüm bizi yaddan çıkartmır. O bizi hiç vakit unutmur. Biz onu unutsak da ölümün qabağını hiç kim keçə bilmir. Ne büyük tikilən villalar, ne mal dövlət, ne şan şöhrətli nesiller, ne güçlü cavanlar. Allah Teala Kur'an-ı Kerim'de buyurur: "Eynema tekunu yudrikkumul mevt velev kuntum fi burucin müşeyyede." Harada olursunuzsa olun, ölüm size yetişecektir. Ölüm kocanı da, cavanı da, böyüğü de, kiçiği de, gözeli de, çirkini de, varlığını da, kasıbı da, kadını da, kişini de, güclünü de, zayıfı de, mümini de, kafiri de, hamısını alır, aparır. Allah Teala Kur'an-ı Kerim'de buyurur: "Kullu nefsin zâiqatul mevt ve innemâ tuvaffavne ucûrakum yevmel kıyâmeh femen zuhziha minnâri ve udkhilel cennete fekad fâz. وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلَّا مَتَاعُ الْغُرُورِ." Her bir can ölümü dadacak, her bir yeni doğulan uşak böyüyür, büyükler yaşa dolur, yaşa dolanlar ise qocalır, qocalar ise ölür. Dünya başkalarının eline keçir, her bir şey köhnəlir, köhnə şeyler ise yavaş yavaş mahvolup gedir ve unutulur. Dünya fanidir, öz nimetleriyle beraber. Necə ki Allah Subhanahu Teala Kur'an-ı Kerim'de buyurur: "Ma indakum yanfad ve ma indallahi baq." Sizin
yanınızda olan her bir şey fanidir. Allah yanında olanlar ise ebedi. Nehl suresinin 96. ayeti. Müslüman kardeşler, Allah'tan uzak olan insanlar çoktur ve insanlar eledikleri günahların büyüklüğüne, küçüklüğüne, çokluğuna ve azlığına göre Allah'tan uzaklaşırlar ve bu uzaklıktan onların günahlara nispeten pay olur. Ama biz bununla kifayetleneceğiz. İndi baxa görək Allah'a necə yaxınlaşmaq olar. Müslüman kardeşler, çoxlarını düşündürən bir sual var. Necə hidayət olunum, necə hidayətə gəlim, bu yola necə qayıdaq və necə etmək olar ki, Allah Teala bizə hidayət etsin. Allah Teala dünyada və ahirette bizə xoşbəxt həyatı nəsib etsin. Necə Allah'a yaxınlaşaq və ya önce Allah'ın dinindən möhkəm yapışıb, sonra zəifləyənlərin, səhlənkarlıq edənlərin sualı, necə əvvəlki vəziyyətimizə qaydaq? Cavab, qulaq asın ey Allah'ın bəndələri, Allah Teala bizləri eşitib əməl edənlərdən etsin. Allah Teala Kur'an-ı Kerim'de buyurur: الذين يستمعون القول فيتبعون أحسنه أولئك الذين هداهم الله وأولئك هم أولو الألباب. O kəslər ki, sözü dinləyib onun ən gözəlinə tabi olarlar, onlardır Allah'ın doğru yola yönətdiyi kimsələr və onlardır ağıl sahibləri. Zümer suresinin 18. ayeti. Kulak asın ey Allah'ın bendeleri. Sahabelerden olan Sufyan İbni Abdullah Es-Sakafi Peygamber sallallahu aleyhi ve sellemin yanına gelip soruşur: Ya Resulallah, mənə İslamda elə bir şey öğret ki, elə bir şey de ki, mən onu senden başka hiç kimden soruşmayım. Peygamber sallallahu aleyhi ve sellem buyurur: Kul amentu billahi thumma istaqim. De ki, Allah'a iman getirdim, sonra bu yolda lazımınca sabit kal, düz dur. Peygamber sallallahu aleyhi ve sellem bu hadisini eşitəndə bəziləri elə bilirlər ki, bu yolda sabit kalmaq, Allah'ın dinindən lazımınca yapışmaq əlavədir. Kim istəsə bunu edər, kim istəsə yox. Təkcə 5 namazı qılmaqla kifayətlənmək olar. Yox, bu heç də belə deyil. Allah Teala Kur'an-ı Kerim'de buyurur: فاستقم كما أمرت ومن تاب معك ولا تطغوا إنه بما تعملون بصير. Allah Teala Kur'an-ı Kerim'de buyurur: Sana emrolunduğu kimi düz yolda ol ve seninle iman getirenler tövbe edip ardınca gelenler de düz yolda olsunlar. Hud suresinin 12. ayeti. Ve başka bir ayette Allah Teala buyurur: İnnellezîne qâlû rabbunallâhu thumme istakâmû tetenezzelu aleyhimul melâiketu ellâ tehâfû ve lâ tehzenû ve ebşirû bil cennetillezî kuntum tu'adûn. نحن أولياؤكم في الحياة الدنيا وفي الآخرة ولكم فيها ما تشتهي أنفسكم ولكم فيها ما تدعون نزلا من غفور رحيم. Şüphesiz ki Rabbimiz Allah'tır diyen, sonra sözünde düz olan kəslərə ölüm anında, ölüm ayağında melekler nazil olup belə deyər: Qorxmayın, kədərlənməyin, sizə vəd olunmuş cənnətə görə sevinin. Biz dünyada da, ahirette de sizin yaxınlarınızıq. Orada cənnətdə sizin için nəfsinizin istədiyi her şey, her bir şey var. Bağışlayan ve rəhmədən Allah'tan ruzi olarak Fussilet suresinin 30, 31, 32. ayələri. Müslüman kardeşler, Allah'tan uzak düşmeyin en başlıca sebebi Allah'ın dininden lazımınca yapışmamak ve sehlenkarlık etmektir. Ola bilsin ki insan Allah'tan uzak düşsün ama bunu özü hissetmesin. Hiss etmemeyin sebebi ise insanın dinde şer'i ilminin az olmasıdır. Halal ile haramı ayırabilmemesi, birçok şüpheli işleri hayata geçirmesidir. Böyle olduğunda insan çoklu günahlara yol verir. Günahlar çoxalanda ise belalar gelir. Belalar gelende ise insanlar Allah'tan şikayet edirlər ve özlerine hak kazandırırlar. Niye göre? Çünkü günahlarını görebilmirlər. Bilmirlər ki bela neden geldi. İçki içirlər, deyirlər dert kederimizi dağıdırıq. Oğurluq edirlər, deyirlər
balalarımızın ruzisi dalıcı gedirik, ruzi qazanırıq. Hər bir günahkar özünə görə qəlbini təmiz sayır. Amma müsəlman qardaşlar, belə qəlblər Allah yanında təmiz sayılmır. Bu qəlblər onların özlərinə görə, öz düşüncələrinə görə təmizdir. Həmçinin hər bir hidayətə qovuşmaq istəyən, Allahdan uzaq düşmüş insana lazımdır ki, dünyadan və onun ləzzətlərindən bir an uzaqlaşıb, öz nəfsi ilə tək-tənha qalsın, özünə sual versin, öz nəfsini hesaba çəksin, özündən soruşsun, bu dünyaya niyə gəldim, nə üçün yaradıldım, axırım nə olacaq, niyə yaradıldım? Allah Teala bu suala cavab olaraq Quran-ı Kərimdə buyurur: وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونَ Mən cinləri və insanları mənə ibadət etsinlər deyə yaratdım. Əz-Zariyat surəsinin 56-cı ayəsi. Məhz buna görə də insana lazımdır ki, öz vaxtını səmərəli keçirsin, ibadətlə doldursun və ən çox dərdli, kədərli insanlar vaxtlarını boş keçirənlərdir. Vaxt boş olduqca şeytanın insana qarşı olan vəsvəsələri çoxalır. Şafi Rahiməhullah vaxtın önəmli olması barəsində belə buyurur: Sufilərlə bir neçə il bir yerdə oldum, onlardan faydalanmadım ancaq iki şeydən başqa. Birincisi deyirdilər, vaxt qılınc kimidir, əgər sən onu öldürməsən, o səni öldürəcək. İkincisi, nəfsini haqq ilə məşğul et, əgər haqq ilə məşğul etməsən, o səni batillə meyl elətdirəcək, batillə məşğul elətdirəcək. Həmçinin insana lazımdır ki, dərdini, kədərini dünya dərdi yox, axirət dərd etsin. Allah qarşısında durmağa fikirləşsin. Allah Subhanahu Teala Quran-ı Kərimdə buyurur: يَوْمَئِذٍ تُعْرَضُونَ لَا تَخْفَى مِنْكُمْ خَافِيَةٌ O gün siz Rəbbinizin huzuruna gətiriləcəksiniz və sizin heç bir gizli sirriniz qalmayacaq. Hakka suresinin 18-ci ayəsi. Və həmçinin mühüm məsələlərdəndir ki, insan əməlini xalis Allah üçün etsin və Allahın razılığını qazansın. Allahın razılığını qazanan əməllərə həris olsun. Elədiyi xeyir işə görə heç kimdən çox sağ ol və ya minnətdarlıq gözləməsin. Əgər gözləmiş olsa artıq onun ixlasında xələl olmuş olur. Müsəlman qardaşlar, həmçinin hidayət olunmağın səbəblərindən biri də Allahın öz qulunu hidayət etmək istəməsidir. Allah Teala Quran-ı Kərimdə buyurur: فَمَنْ يُرِدِ اللَّهُ أَنْ يَهْدِيَهُ يَشْرَحْ صَدْرَهُ لِلْإِسْلَامِ وَمَنْ يُرِدْ أَنْ يُضِلَّهُ يَجْعَلْ صَدْرَهُ ضَيِّقًا حَرَجًا كَأَنَّمَا يَصَّعَّدُ فِي السَّمَاءِ كَذَلِكَ يَجْعَلُ اللَّهُ الرِّجْسَ عَلَى الَّذِينَ لَا يُؤْمِنُونَ Allah Teala kimi hidayət etmək istəsə, onun qəlbini İslam üçün açar. Kimi azdırmaq istəsə, onun qəlbini sıxar, onun qəlbini sıxıntı içərisində edər. Sanki o kimsə göylərə ucalar. Ənam surəsinin 125-ci ayəsi. Bəzi insanlar soruşurlar, əgər Allah bizi hidayət etmək istəməsə, onda necə edək? Birincisi, həmin o adama deyirik, bu düşüncələr şeytanın insana verdiyi vəsvəsələrdir. İkincisi, hər bir hidayət olunmaq istəyən insana lazımdır ki, səbəblərdən tutsun və bu işin üzərində çalışsın, davamiyyətli olsun, Allaha çoxlu dua etsin, öz nəfsi ilə mübarizə aparsın, özünü hesaba çəksin. Əgər belə etmiş olsa, inşallah xeyrin izlərini, hidayətin səmərələrini o insan öz üzərində görmüş olar. Həmçinin bütün məsələlərdə, dünyavi və dini işlərdə insan nə isə qazanmaq, əldə etmək istəyirsə çalışmalıdır. Məsələn, kimsə imtahandan keçmək üçün oxuyur, çalışır. Əgər biz ona desək, oxuma, yazma, çalışma, əgər Allah sənin keçməyini istəsə, keçərsən, istəməsə yox. Həmin insan bizim bu sözümüzlə razılaşarmı? Sözsüz ki, yox. Bəs necə olur ki, dünyavi məsələlərdə, dünyavi işlərdə, namaz qılmağa gələndə, bəs necə olur ki, dünyavi işlərdə çalışırlar, dini məsələlərə gələndə Allahın istəyini bəhanə gətirirlər, deyirlər, Allah nə yazıbsa onu da görəcəyik. Müsəlman qardaşlar, həmçinin hidayət olunmaq istəyən adamı lazımdır ki, ziyankar, faydasız adamlarla oturub durmağı, onlarla dostluq etməyi buraxsın, fitnə fəsada aparan vəsilələrdən, yollardan uzaq olsun,
salih insanlarla oturup dursun, salih insanlarla oturup durmaya haris olsun, çoxlu zikir etsin, Allah'a dua etsin ve bu iş üzerinde davamiyetli olsun ki Allah Teala onun kalbini İslam için açsın, onu hakka yöneltsin, onu bu dinde sabit etsin. Bazıları soruşurlar, eğer sebeplerden tutmak ile iş düzelerse onda Allah'ın isteğinin, iradesinin ne rolü var? Cevap odur ki insan ne kadar sebeplerden tutarsa tutsun ve bununla Allah'ın kömeğine ihtiyacı olmadığını deyərsə ve bu inancda olarsa Allah Teala hemin adamı o iş üzerinde müvəffəq etmez. Belə hadiselere hayatta rast gelmek o kadar da nadir hallar değil. Allah Subhanahu Teala Kur'an-ı Kerim'de buyurur: İnna Allah la yugayyiru ma bi kavmin hatta yugayyiru ma bi anfusihim. Allah Teala o kavmin, o cemaatin halını değişmez ta o kavim, o cemaat öz hallarını değişmeyene kadar. Bu ayet insanın sebeplerden tutmasına delildir. Eğer kim hakikaten hidayet olunmağı Allah'tan isteyerse ve bunun için çalışarsa Allah Teala hemin insana onun istediğini verer. Allah Teala Kur'an-ı Kerim'de buyurur: وَالَّذ۪ينَ جَاهَدُوا ف۪ينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا وَاِنَّ اللّٰهَ لَمَعَ الْمُحْسِنِينَ. O kimseler ki bize dönmek için çalışarlar, biz onları öz yolumuza hidayet ederek, yönelderek. Enkabut suresinin 69. ayeti. Müslüman kardeşler, demeli hidayet merhalesinden önce çalışmak merhalesi vardır ki hidayete kavuşasan. İnsanı hidayete aparan birçok yollar vardır ki inşallah onların bazılarını kısaca olarak zikredecek ve her bir Müslümana lazımdır ki bu sebeplerden lazımıca yapışsın. Bu sebepleri özüne hedef seçsin ve neticeni elde etmek için bu hedeflerden ne sağa ne sola meyletsin. Birinci, ey insan bil ki ne için yaratıldın ve bunu hemşe düşün, fikirleş. Bil ki Allah'ın iradesi, isteği her şeyden üstündür. Ama Allah'ın iradesi gaybi meselelerdendir ki biz onu bilebilmerik. Senin boynunda olan ancak gücün çatan kadar hayırlı, savablı emeller görmek, yaxşı işler etmektir, sebeplerden tutmaktır, günahlardan ve şüpheli meselelerden uzaklaşmaktır. Üçüncüsü, davamiyetli dua etmek. Peygamber sallallahu aleyhi ve sellem buyurur: sizden birinin duası kabuldur teletmedikçe. Soruşurlar, telesmek nedir ya Resulallah? Peygamber sallallahu aleyhi ve sellem deyir, sizden biri dua ettikten sonra belə demesi, benim duam kabul olmadı. Dördüncü, elediğin günahlardan sonra günahları silmek için yaxşı emeller işlemen. Allah Teala Kur'an-ı Kerim'de buyurur: İnnel hasenati yuzhibnes seyyiat zâlike zikrâ lizzâkirin. Yaxşı emeller pis işleri, kiçik günahları yuyup aparır. Hud suresinin 114. ayeti. Beşinci, salih insanlarla oturup durmak, şer ehlinden, şer insanlardan uzaklaşmak. Altıncı, öz nefsinle mübarize aparmak, öz nefsini hesaba çekmek, öz-özüne sual vermek. Ben ahiretim için ne hazırladım? Müslüman kardeşler, bazı insanlar ele hesap edirler ki nefsi hesaba çekmek hamıya lazım değil. Kim istese çeker, kim istese yok. Ama bu hiç de belə değil. Nefsi hesaba çekmek, cemiyetin bütün təbəqələrində olan insanlara aittir. Kasıblara ve varlılara, kadınlara ve kişilere, hakimlere ve mahkumlara vesaire. Müslüman kardeşler, hamımızın ihtiyacı var ki öz nefsimiz ile mübarize aparaq, öz nefsimizi hesaba çekək. Xüsusilə fitne fesadın çoxaldığı bir zamanda seleflerden biri buyurur: özünüzle hesap aparın, sizinle kıyamet günü hesap aparılmamıştan önce emellerinizi çekin, hesaplayın dünyadayken. O gün emelleriniz terazide çekilmezden önce. Seleflerden başka birisi buyurur: kim ahirette onunla hesap aparılmamıştan önce bu dünyada öz nefsiyle hesap apararsa ahirette onun hesabı yüngülleşer. Sual verildiği zaman suallara cevabı hazır olar ve gideceği yer yaxşı olar. Kim nefsiyle hesap çekmezse kıyamet günü hesabı çetinleşer, sorgu sualı uzanar ve kıyamet günü onun hüsrana uğradığı üze çıkar, peşmanlığı artar. Müslüman kardeşler, hemçinin insanın nefsini hesaba çekmeyinin
yollarından biri de insanın ölümü hatırlamasıdır. Seleflerden biri buyurur, kim ölümü hatırlamağı çoxaldarsa Allah Teala ona 3 neymət verər. Birincisi, həmin adam ibadətdə fəaliyyətli olar. İkincisi, tövbəni tezləşdirər, sonraya buraxmaz. Üçüncüsü, qəlbi azı ilə qani olar. Eğer kim ölümü çox az hatırlayarsa, o insana 3 müsibət baş verər. Birincisi, həmin adam ibadətdə tənbəl olar. İkincisi, həmişə tövbəni sonraya saxlayar. Üçüncüsü, qəlbi hətta çox mal ilə belə qani olmaz, gözü ac olar. Yedincisi, hər bir günah etdikdən sonra Allaha tövbə etmək. Müsəlman qardaş, heç vaxt tövbə etməkdən bezmə. Laf bir günahdan 1000 dəfə tövbə etsən belə, özünü şeytanın vəsvəsələrindən qoru. Ola bilsin şeytan sənə vəsvəsə verər ki, sən münafiqsən və ya Allahı çox tövbə etməyinlə onu aldadırsan. Yox, belə deyil. Müsəlman qardaşlar, nə qədər ki tövbənin şərtləri var, peşmançılıq, bir daha günaha qayıtmamaq və tövbəni vaxtında etmək. İnşallah həmin insanın tövbəsi qəbuldur. Allah Taala'nın rəhməti çox genişdir. Lakin şeytan səni Allahın rəhməti ilə aldatmasın. Özünü qoru. Allahı necə günahları bağışlayan kimi tanıyırsansa, eləcə də bil ki, Allahın əzabı çox şiddətlidir. Və həmçini Allahdan çoxlu bağışlanma dilə. İnsanların ən xeyirlisi olan Muhammed sallallahu aleyhi və səlləm gündə 70 dəfə, başqa bir rivayətdə isə Allahdan gündə 100 dəfə bağışlanma diləyərdi. Ubey bin Amr'dan belə rivayət olunur ki, bir gün bir kişi Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlib dedi, ya Rasulallah, bizdən biri günah işləyir. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, günah ona yazılır. Sonra deyir, o Allahdan bağışlanma diləyir, tövbə edir. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, Allah Teala onun tövbəsini qəbul edir. Kişi 3 dəfə bunu təkrarladı və Peyğəmbər sallallahu aleyhi və səlləm ona eyni cavabı verdi və dedi, siz tövbə edib Allaha qayıtmaqdan bezməyincə Allah da bezməz. Hədisi Hakim, Buxari və Müslimin şərtinə görə səhihləşdirmişdir. Allah Teala buyurur, İllə mən təbə və əmənə və amilə salihan fəuləikə yədxulunəl cənnətə və lə yuzləmunə şeyə. Tövbə edib iman gətirənlər və yaxşı iş görənlərdən başqa, tövbə edənlər heç bir zülüm və haqsızlıq görmədən cənnətə daxil olacaqlar. Məryəm surəsi 60-cı ayə. Ey insan, əlini aç, Allaha dua et və de, Allahım, sən mənim Rəbbimsən və səndən başqa heç bir ilah yoxdur. Məni sən yarattın və mən sənin qulunam. Sənə verdiyim əhdi gücüm çatan qədər yerinə yetirməyə çalışacağam və elədiyim əməllərin şərindən sənə sığınıram və sənin mənə qarşı olan nemətini və öz günahlarımı sənin qarşında etiraf edirəm. Məni bağışla, günahları bağışlayan təkcə sənsən. Allah Teala Quran-ı Kərimdə buyurur, Qul ya ibadiyəl-ləzīnə əsrafu alə ənfusihim lə təqnətu min rəhmətilləh. İnnəllâhe yəğfiru'd-dunūbe cəmi'ən. İnnehu huvel gafurur rahim. Ey mənim günah törətməkdə, özlərinə zülm etməklə həddi aşmış bəndələrim, Allahın rəhmətindən ümidsiz olmayın. Allah tövbə etdikdə bütün günahları bağışlayır. Həqiqətən o, bağışlayan və rəhm edəndir. Müsəlman qardaşlar, bu mühazirəmizdə zikr olunan hədislər səhih və ya həsən və ya başqa hədislərə nisbətən həsən dərəcəsinə qalxan, yəni məqbul hədislərdir. Hamımız xəta edə bilərik. Peyğəmbər sallallahu aleyhi və səlləmdən başqa heç kim məsum deyil. Müsəlman qardaşlar, Allahdan istəyirəm ki, bizi Allahdan uzaqlaşdıran bütün amillərdən, səbəblərdən bizi uzaqlaşdırsın və qəlblərimizi nifaqdan, paxıllıqdan, gözlərimizi xəyanətdən, dillərimizi qeybətdən, yalandan, əməllərimizi isə riyadan uzaqlaşdırsın. Bizimlə fitnələrin arasın, gün doğan ilə gün batanın uzaqlığı kimi uzaqlaşdırsın. Dünyada və axirətdə bizə xoşbəxt həyat nəsib etsin. Elhamdülillah.